hansı ki kişi qazana bilmir, onun günahı qadınındadır. Kişi də qadın da bir-birinə, necə deyim, ruzisinə təsir edə bilirlər də. Mütləq, kişinin ruzisi qadından asılıdır. Bəs insanlar niyə boşanırlar? Qaynana bir söz deyən kimi, yoldaşı bir söz deyən kimi, ay Allah hazırda boşanıram deyirlər. Sonra da artıq iş boşanmağa çatanda başa düşürlər ki, səhv ediblər. Amma indi geri qayıda bilmirlər. Həyat elədir, həyat mübarizədir. Heç kim bizə söz verməyib ki, biz gələcəyik və rahat şəkildə hər şeyi əldə edəcəyik, rahat şəkildə yaşayacağıq. İnsan xoşbəxtliyi başqasında axtarır. Deyir ki, mən ərə gedəcəm, yoldaşım məni xoşbəxt edəcək. Bir-birini düzəltmək istəyirlər, amma heç kim öz üzərində işləmək istəmir. Amma hər kəs bilməlidir ki, sənin qarşıva kim çıxıbsa, bu təsadüf deyil. Bu sənin üçün bir dərsdir. Və nəyi öyrənməlisən sən? Bəli, nəyi öyrənməlisən? Biz qadınlar bəzən həyatda sualı düzgün vermirik. Sonra da olanlar olur. Bəlkə də xoşbəxtlik sadəcə səbirlə, anlayışla və sevgi ilə gəlir. Bəli, sevgi varsa hər şey düzəlir. Sadəcə biraz da dözüm lazımdır. Əgər iki insan bir-birini sevirsə, heç bir fırtına onları ayıra bilməz. Sadəcə bir-birini başa düşmək lazımdır. Sevgi bu qədər sadədir əslində. Həyat bizə hər gün dərs verir. Kimisi başa düşür, kimisi yox. Vacib olan odur ki, sən o dərsi öyrənəsən, təkrar etməyəsən. Heç vaxt kimisindən xoşbəxtlik gözləmə. Xoşbəxtliyi öz içində tap. Çünki həyat səni dəyişmək üçün deyil, sənin özünü tapmağın üçündür.